أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين بارئ الخلائق أجمعين الصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا حبيب إله العالمين أبي القاسم محمد ثم الصلاة والسلام على أهل بيته الطيبين الطاهرين المعصومين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Amin. Bir daha bu taziyelerle bağlı başta İmam-ı Zaman ağamız olmaqla hər bir üzə təsliyyət diləyirəm. Allah bizləri dünya və axirət Həzrəti İmam Hüseyn nurundan ayrı salmasın inşallah. Ziyarət-i Aşuranın bir kəlməsi vardı orada. Allah razı olsun hacıdan. Ne güzel buyurur, deyir: Allahümme cealni indeke vecihen bil Hüseyn. İlahi, ne olar məni öz yanında Hüseynə xatir üzü ağ olanlardan qərar ver. Düşün, Allahın qapısına kimdən gedirsən? Həzrəti Hüseyn əleyhissalamdan. Aşura günləri yaxınlaşdıqca insan istər-istəməz o havaya elə bil daha da yaxın olur. O Aşuranın qəmli mehinə daha da yaxın olur insan. Xoş İmam Hüseynin aşiqlərinin halına. İmam-ı Sadiq ağa gör nə gözəl buyurur. Buyurur ki, mən əradəllahu bihil xeyr. Hər kim üçün Allah Müteal əgər hayır istəsə ki bir bəndəsinə hayır versin, qəzəfə fi qəlbihi hubbul Hüseyn əleyhissalam və ziyarətəhu. Allah kimə hayır vermək istəsə bu dünyada, onu gətirər, Həzrəti Hüseynin və onun ziyarətinin sevgisini onun qəlbinə yerləşdirər. Və mən əradəllahu bihi su qədəvə fi qəlbihi boğdəl Hüseyn əleyhissalam və boğdə ziyarətihi. Hər kimi Allah onun xeyrin istəməsə, qəzəbli olsa ona, İmam Hüseyn ağanın nifrətini onun qəlbində qoyar. Gör, necə bir tərəzidir. Yəni, həyatın tərəzisidir İmam Hüseyn əleyhissalam. Əgər bilmək istəyirsən Allahın xeyri sənin həyatında var yoxsa yox, bir bax həyatı var. Gör, Həzrəti Hüseynin ətri gəlirsə həyatından, Allah sənə xeyir verib bu dünyada. Nə gözəl neymətdir Həzrəti Hüseyn aşiqlərin toplayıb yenə bir yerə. Nə gözəl neymətdir. Dünyanın hər yerindən, müxtəlif bölgələrdən, yerlərdən, hərə bir arzu ilə, hərə bir istəklə, hərə bir dərdlə gəlib bu doğma Hüseyn məktəbində cəm olur. İnsan gəlib bu məclislərdən əliboş getməsin, nəsə istəsin İmam Hüseyn ağadan ki, bu qapı kərəm qapısıdır, bu qapı baxmır, sənin millətivə baxmır, dilivə baxmır, sənin qəlbivə baxır. Hansı qəlblə gəlmirsən bu qapıya? Bu qapı qəlblərə açılan qapıdır. Qəlbə açılmasa insan gələ bilməz Hüseyn məclisinə. Kəşki bu cismimizin hapsindən çıxıb da, bu lanətli dünyadan qopub da, bu Hüseyn məktəbindən ayrı düşməyək. Kəşki günah bizi ayırmaya bu qapıdan. Baxın, Həzrəti Hüseynin məclisində görün ağlınızdan nələr keçir. Bir alim gözəl deyir, Ərbəin ziyarətinə baxın. İnsanlar hepsi bir-birinin hizmətindədir. Sanki məxsus bir nizam, intizam var orada. Allahın bizdən istədiyi həyat bilmək istəyirsiniz nədir? Baxın Ərbəyinə.
Düşün, insan bu ərbəini, bu Hüseyn məclislərini gətirə öz həyatına. 40 il, 50 il, 60 il. O şeytanın bizdən çaldığı ömür ki var. İnsan kaş o ərbəyini, Hüseynin məclisin gətirə həyatına. Kimin ağlından keçir ki, kiməsə pislik yapsın, kötülük yapsın? Ancaq eşqdir. Mən buradan durum, sən otur. O deyir, sən gəl otur, durur. Hüseyn əleyhissalamın həyatı bizə ən birinci bu dərsi verir ki, bunları öz həyatımıza gətirək. Bütün xütbələrinin məğzi budur. Bütün sözlərinin aslı budur. Mina xütbəsində ki qalmışdıq, İmam Hüseyn ağa Muaviyyə lənətullah əleyh hələ dünyadan köçməmiş, cəhənnəmə vasil olmamış, İmam Hüseyn ağa bir Mina xütbəsi elədi Minada. İstirdi insanları ayılda, bu dünyanın fəlakətli bazarından xilas eləyə. Ey insanlar, niyə öz-özü məhv eləyirsiniz? Axı siz heyifsiz. Sizin qiymətiniz Allahın qapısıdır. Sizin qiymətiniz bu camidən başqa bir yer deyil. Nereye getsiniz, orada kaybedersiniz. Sizin qiymətiniz Allahın qapısıdır. Bir neçə məqamı zikr eləyəndən sonra ki, dedi, Həzrəti Əlini tanıtdırırdı insanlara ki, Əlini tanıyın, bu qapıdan uzaq düşməyin. Buyurdu ki, qalə unşidukumullah, sizi and verirəm Allaha. Həzrəti Peyğəmbər Təbuk savaşında demədi mi? Əntə bi mənziləti Harunə min Musa və əntə vəliyyü kulli müminin bə'di. Peyğəmbər demədi mi Təbuk savaşında? Dedi, ya Əli, sən mənim üçün Harunun Musaya olan nisbətindəsən. Məndən sonra bütün möminlərin rəhbəri sənsən. Qəribədir, görəsən Peyğəmbər niyə bu misalları vurur? Nə qədər Peyğəmbərlər olub da? Niyə Harunla Musanın misalını vurur? Çünki Harun biraz, Musa əleyhissalam biraz uzaqlaşmaz ihanət etdilər. Sanki Peyğəmbər sağlığında elə bizə bildirir ki, Əliyə belə zülm olunacaq ki, məndən sonra ilk işiniz elə ona xəyanət eləmək olar. Dedi mi deyir Əmir əl-Müminin haqqında? Hamısı dedilər ki, Allahümmə nəam, evet dedi. Qalə unşidukumullah, dedi, and verirəm sizi Allaha. Xeybər günü bayrağı, pərçəmi Peyğəmbər ona vermədimi ki, getsin Xeybəri fəth eləsin. Birkaç kişiyə verdi öncədən. Birincisi getdi, peşiman gəldi. İkincisi getdi, peşiman gəldi. Bir kişi də var idi, o da getdi, peşiman gəldi. Deyir, Xeybərin günündə sonuncu Peyğəmbərimiz bayrağı Əliyə vermədimi? Peyğəmbər buyurmadı mı ki, لَأَدْفَعَنَّهُ إِلَى رَجُلٍ يُحِبُّهُ اللّٰهُ وَرَسُولُهُ. Bayrağı elə bir kişiyə verərəm ki, onun Allahı da onu sevir, Peyğəmbər də onu sevir. Demədi mi? وَيُحِبُّ اللّٰهُ وَرَسُولَهُ كَرَّارٌ غَيْرَ فَرَّارٍ. Allah onu sevir və Peyğəmbəri onu sevir. O hücum eləyəndir, savaşdan qaçan deyil. O Əli haqqında danışıram mən. Dedi mi, demədi mi? Yəftəhuhallahu alə yədəy. Allah Xeybərin qapısını Əlinin əliylə açmaq istəyir, fəth eləmək istəyir. Ey cəmaət, Peyğəmbər bunu dedi mi? Hamısı dedilər ki, Allahümmə nəam. Qalə ətə'ləmunə ənə Rasulallah bə'əthəhu bi bəra'ətin. Ey cəmaat, sizi Allahın qarşısında şahid tuturam, and verirəm Allaha. Peyğəmbər Mədinədə elə ki Məkkəni fəth eləmişdi, Bəraət surəsi nazil oldu. Peyğəmbər
Birinci xəlifəyə verdi surəni, dedi apar Məkkədə oxu müsəlmanlar üçün. Yarıya çatmışdı, vəhiy nazil oldu Peyğəmbərə ki, yox, o aparmamalıdır. Bu surəni ya sənə aparacaqsan, ya da səndən olan biri aparacaq. Ey cəmaət, dedi mi? Hamısı dedilər, bəli. Peyğəmbər Həzrəti Əlini təyin elədi, dedi, Əli, get Bəraət surəsini al, sən götür Məkkəyə. Sonra deyir ki, Qalə ətə'ləmunə ənə Rasulillah ləm tənzil bihi şiddətun qəttun illə qəddəməhu ləhə thiqətun bih. Siz görmürdünüzmü ki, Peyğəmbər nerede kötü, rahatsız bir duruma düşürdüsə, ilk Əlini çağırırdı. Deyir ki, heç zaman Əlini adıyla çağırmazdı. Deyərdi ki, ya əxi, ey mənim qardaşım. Vəd'uli əxi, elə ki zor duruma düşərdi, deyərdi, mənim qardaşımı çağırın mənim yanına. Ey cəmaət, istəyir İmam Hüseyin əleyhissalam bu düşüncələri oyatsın. Sağlam bədənlərdə ölmüş düşüncələr Kərbəlanı yaratdılar. Sağlam bədənlərdə ölmüş düşüncələr. İmam Hüseyin əleyhissalam deyir, bilirsiniz Əli kimdir? Peyğəmbər demirdi Əli, deyirdi qardaşımı çağırın. Əmərəhu bi ğuslihi və əxbərəhu ənə Cibrilə yu'inuhu əleyh. Əli kimidir? Ey cəmaət, Əli o değildi ki, Peyğəmbər dedi ki, mənim quslumu o versin, Həzrəti Cəbrail ona yardım eləyəcək. O değildi mi? Dedilər, bəli. Sonra bir kəlmə deyir, bir cümlə deyir Peyğəmbər Əkrəm. Buyurur ki, İmam Hüseyin ağa deyir Peyğəmbərin dilindən, sizi and verirəm Allaha. Hepsi də duyurlar, Peyğəmbərin sözünü də duymuşdular. Mən zəəmə ənəhu yuhibbuni və yubğidu əliyyən fəqəd kəzəbə. Hər kim iddia eləyərsə, mən Peyğəmbəri sevirəm. Amma Əlini İnkar eləyərsə, Əliyə qəzəblə baxarsa, ləysə yuhibbuni və yubğidu Əliyyən. Əliyə qəzəb halında məni sevə bilməz kimsə. Kim desə yalan danışır. Fəqalə ləhu qailun, ya Rasulallah, fəkeyfə zalik. Bu necə olar dedilər, ya Rasulallah. Peyğəmbər buyurdu ki, لِأَنَّهُ minni və ənə minhu. Çünki o məndəndir, mən ondanam. Niyə deyir Peyğəmbər bunları? Çünki istəyir ki, insanlar ayılın. İnsanlar yatmayın qəflətdə. Baxın, qəflətdə yatarsınızsa, səsiz Kərbəlada Şimrin yanından gələr bir gün. Qəflətdə yatmayın. Hər kim belə oldusa məhv oldu. Buyurur ki, mən əhəbbəhu fəqəd əhəbbəni. Gör Peyğəmbər nə şərt qoyur. Deyir, məni sevməyin şərti Əlini sevməkdir. Məni sevməyin şərti Əlini sevməkdir. Niyə bunları deyir Peyğəmbər? Çünki bilir Həzrəti Peyğəmbər ki, bunlar indidən öz dişlərin itiliyirlər məndən sonra neyniyəcəklər? Məndən sonra nə bəlalar gətirəcəklər əhl-i beytimin başına? Xanım Zeynəb salamullahi əleyha Aşura günü bir söz dedi. Buyurdu ki, Həzrəti İmam Hüseynin ki başına gəldi o yaralı məqamında onun yanına. Buyurdu ki, bi əbil məqtul. Ey atam sənə fəda olsun ey Hüseyin. Ey mənim atam sənə fəda.
Bi'abil məqtulu bi yevmil cum'ati evil isneyni. Ey cümə günü və ya bazartəsi şəhid olan. Cümə günü ya bazartəsi şəhid olan. Deyirlər ki, Həzrəti İmam Hüseyn əleyhissalam bu günlərdən birində şəhid olmuşdu. Peyğəmbərin rehləti isə ikincisi idi. Cümə günü biri şəhid olmuşdu, bazartəsi biri şəhid olmuşdu. Xanım Zeynəb səlamullah əleyha demək istəyirdi ki, siz bilirsiniz Hüseyn haçan şəhid oldu? Peyğəmbər dünyadan keçən günü şəhid oldu. Çünki o gündən bunlar buna hazırlıq görürdülər. Kərbəla vaqiəsi bilirsiniz haçan başladı? Xanım Zəhra salamullah əleyhanın evinə od vurulan günü, qapısına od vurulan günü. 4000 nəfər günün günorta çağı, axşamda deyildi, öğlən vaxtı. Toplaşdılar, gəldilər Həzrəti Zəhranın qapısının qarşısına. Bu Peyğəmbərin qızıdır da. Kimsə səsini çıxarıb demir. Bu qapı o qapıdır ki, Peyğəmbər camiyə gedəndə burada salam verib keçirdi. Deyirdi, Əssəlamu aleyk ya Babəllah. Ey Allahın qapısı, salam olsun sənə. Neydi bunu insanları susturan? İnsanlar imamətin haqqına sustuğu gün, vilayətdən ayrı düşdüyü gün Kərbəlanın imzası atıldı. Kərbəlanın imzası onda atıldı. Xüsusi insanlar belə satqın çıxdılar. Əhl-i Beytin qapısına xəyanət elədilər. Əli evində otururdu, deyirdilər, Əli Peyğəmbərin yolun getmir, niyə susub? Əli Siffeynə gedirdi, xəncəri dayadılar boynuna, dedilər, geri dön. Əli oturdu evində, Cəməli yandırdılar, Cəməl savaşın. Əli qalxdı, dedilər, Əli müsəlmanları öldürür. Əli dünyadan köçdü, Həzrəti Əli, İmam Həsən ağa gəldi. İmam Həsən əleyhissalama dedi ki, savaşaq, 40.000 əskər göndərdi, savaşçı göndərdi. Savaşçıların başında duranla birlikdə hepsi satıldılar. 40.000. Ondan sonra bir savaş grubu da gönderdi, onlar da satıldılar. Bunlar satılandan sonra bir baxdı, gördü kimsə yoxdur ətrafında. Məcbur oldu İslam üçün sülhə otursun müqavilə ilə. Müqavilə bağlasın, Muaviyyə ilə sülh eləsin. Muaviyyə ilə sülh elədi, dedilər, ya muzilləl müminin. Sən müminləri zəlil elədin. Bu nə qəribçilikdir, Əhl-i Beyt yaşayır, ay Allah. Savaşa gedir, gəlmirlər. Evdə oturur, deyirlər, muzilləl müminin. Sən müminləri zəlil elədin. Əmirəl-müminin buyurur ki, ey cəmaət, nə olub sizə? Onlar batilin ətrafına toplandılar, siz haqqın ətrafına toplanmırsınız. Yazda deyirəm, yayda deyirəm, savaşa gəlin deyirsiniz, sıcaqdır. Qışda gedirəm deyirsiniz, soyuqdur. Nədir sizi süst eləyən? Günah insanı elə bir məqama gətirir ki, insan vilayətdən uzaq düşür. Vilayətdən uzaq düşənin əlində heç nə qalmır. İmam Sadiq ağa oturdu evində dərs deyirdi. Biri gəldi İmam Sadiqin yanına, dedi, ağa qiyam elə. Axı bunlar tanımadılar imam kimdir. Bizim dərdimiz bilirsiniz nədir? Bizim dərdimiz o deyil, İmam Hüseyin məzlumdur. Bizim dərdimiz odur ki, biz imam tanımırıq. Bizim dərdimiz budur.
Farsların bir sözü var, deyir, vəli-i xuda vəli nə darad? Allah vəlisinin sözünün amması olmur. Niyə belə eləyirsən, yoxdur. Bizim dərdimiz, bizim bəlamız budur. İmam gəlir səhnəyə, deyir ki, niyə? İmam gedir evinə, deyir ki, niyə? İmam Sadiq ağanın yanına gəldi, dedi, ağa, qiyam eləmək istəyirəm. Qiyam elə, biz sənin yanında yox. Ağa çox danışdı, gördü, yox, qəbul eləmir. Dedi, get gir o təndirə. Təndir yanırdı. Dedi, get gir o təndirə. Dedi, ağa, qurban olum, nə deyirsən? Dedi, deyirəm, get gir təndirə də. Demirsən, qiyam elə. Mən sənin imamın deyiləm. Deyirəm, get gir yanan təndirə. Dedi, ağa, başıva dönüm, savaş da istəmirəm, qurban olum. Heç nə istəmirəm. O yanır axı təndir, yanaram. İmamın həqiqi xalis şiəsi gəldi, girdi Qulamı qapıdan. Qapıdan girəndə dedi ki, ey filani, filani ədəblə, get gir təndirə. Təndir də yanır. Getdi, girdi təndirə, dedi, baş üstə. Təndirin ağzını da bağladı. İmam indi bununla danışır yanındakı ilə, deyir, ağa yandı. Deyir, rahat olma, otur. Ağa yandı, ağa təndir yanır. Dedi, oturma, rahat olma. İmam rahat söhbətini eləyir. İmam söhbətini bitirdi, dedi, filan kəs, çıx gəl. Təndirin ağzını açdı, yanan təndirdən çıxdı, gəldi. Dedi, bax, mənə belə şiyələr lazımdır. Deyir, İmam Sadiqlə oradan çıxandan sonra bir neçə dənə quzu ilə rastladılar. Yanında olan nəql eləyir. Deyir, İmam dedi ki, vallah, bunların sayı qədər mənim şiyəm olsaydı, mən də qiyam eləyərdim. Deyir, İmam gedəndən sonra saydım, gördüm, 15 dənə quzu var orada. İmam Sadiqin 15 dənə şiyəsi yoxdur ki, dursun, Zəhranın qapısının qisasını alsın. İmamın məzlum eləyən budur. İmam-ı Zaman, bilmirəm, biz hazırıq, ya yox, ya İmam-ı Zaman, bizim dərdimiz budur. Ağacan gəlirik Aşuraya, gəlirik Muhərrəmə, mənim dərdim budur, bilmirəm, kimlə gələcəm məşər? Ya İmam-ı Zaman. İndi İmam Hüseyin ağanı da məzlum eləyiblər. Ağa durub Əlinin zamanından danışır. Düşünürsünüz, bu normaldir. Bugün bəziləri gəlib məndən sorurlar ki, Qədirxum nədir? 1400 il keçib Əlinin haqqı tapdalanıb. 2026-da Şiə gəlib məndən soruşur ki, Qədirxum nə deməkdir? Bu va müsibətadır. Bu Kərbəlanın təkrarıdır. Biz imamı tanımamışıq. Bizim bəlamız budur. Gəlib mənə deyir ki, Zəhra şəhid olub. Müsibət budur. Bu bilmir hələ Həzrət Zəhranın qapısı yanıb və kimlər yandırıb. Bu bunu bilmir. Bəla budur, dərd budur. Hüseyni məzlum eləyən bu baxışdır. Hüseyni məzlum eləyən 30 min deyil. Hüseyni məzlum eləyən sağlam bədənlərdə olmuş, ölmüş düşüncələrdir. Vay o gündən ki, insanların düşüncələri ölsün. İmaməti tanımasınlar. İmamı məzlum qoysunlar. İmamı tək qoysunlar. Bugün var, və niyə yoxdur İmam Zaman? Çünki Allah bilir də, bir dəfə Hüseyin gəldi məktublara şəhid elədilər. Bugün İmam Zaman hara gəlsin? Demək biz hazır deyilik, gəlmir də. Biz öz halımızı ağlamalıyıq. İmam Zaman niyə gəlmir? Axı biz Aşura eləyirik. Elə zikr-i müsibət eləyək, ağlayaq özümüz üçün. Öz halımızı ağlayaq, sonra keçək Aşuraya. Ya İmam Zaman, bəzən qalaq tənha soraq, özümüzə soraq. Ay filan kəs, ay Abdurrahman, sən hər gün fərəc oxuyursan, və niyə gəlmir İmam Zaman? Bilirsiniz niyə? Çünki Kərbəlada fərəc oxudular, xəyanət elədilər. Çünki bugün Kərbəla hadisəsi təkrarlanır. İmam Hüseyin ağa gəlib Kərbəlaya, Ömər Sədə İbn Ziyad məktub yazdı ki, Ömər Səd,
Hüseyn'e denen ki beyət eləsin Yezidə. Vay kül olsun o zaman şiələrin başına ki, imamından beyət istəyirlər, şiələr yatıblar. Ömərzədlə Yezid axşam gəldi. Dedilər ki, iki qoşunun arasında söhbət eləyərlər. Ömərzəd dedi ki, Yezidə beyət eləməlisən Hüseyn. İmam Hüseyn ağa buyurdu, vay ləkə yəbnə Səd. Vay olsun sənin halıva. Sən Hüseynlə beyət istəyirsən Yezid üçün, ey Sədin oğlu. İstəyir ki, xilas eləsin Ömərsəd. Deyir Ömərsəd, nə olur, gəl qoşul bizə. Dedi ki, Hüseyn, qorxuram əlimdə olan evləri əlimdən alıb talan eləyərlər. Dedi, sənin dərdin ev dərdidir, mən sənin üçün abad eləyərəm, narahat olma, sən təki gəl yanıma. Dedi, yox, gəlmərəm. Həzrət Hüseyn əleyhissalamın yanında bir dənə Nazənin qızı var idi, onun adı Rüqəyyə idi, Rüqəyyə. Şillə sadəcə Həzrət-i Zəhraya dəyməyib, bir də Rüqəyyəyə dəyib. İmam Hüseyn ağa Rüqəyyəni gətirəndə Kərbəlaya həmişə yolda onun nazını saxlayırdı. Bilirsiniz də, qız uşağı çox həssas olur. Məxsusən də o qız ki, əgər anası dünyadan gödüb körpədir, onun daha hər ümidi atası olur, başqa ümidi olmur onun. Həmişə gəlirdi, qucaqlayırdı İmam Hüseyn ağa Rüqəyyəni ki, Rüqəyyə inciməsin, Rüqəyyə rahatsız olmasın. Birdən Rüqəyyə rahatsız olar, Həzrət-i Zəhranın qəlbi narahat olar. Həzrət-i Zəhranın qəlbin istəyirsiniz rahat olsun, gərək balaları rahat ola. Balaları rahat ola. Xanım Rüqəyyə səlamullah əleyha Aşura günündə xanım Zeynəb Aşura ki baş vermişdi artıq. Hər kəs səpələnmişdi, çocuqlar bir yana, xanımlar bir yana, yanan xeymələr bir yana. Xanım Zeynəb bunların hepsini topladı, gətirdi, yığdı bir dənə yanan, bir tərəfi yanan xeyməyə. Bunları yığandan sonra bir balaca mürgülədi, yuxu tutdu bunu. Yuxuda gördü Həzrət-i Zəhra gəlib yanına. Həzrət-i Zəhra nalandı, ağlayır. Xanım Zeynəb dedi ki, Allah görürsən biz neynədilər Kərbəlada. Dedi, bilirəm qızım, amma danışma, qəlbim dözmür buna. Dedi, qızım, ged Rüqəyyəni tap, Rüqəyyə yoxdur. Xanım Zeynəb ayıldı, gördü Rüqəyyə yoxdur o səhranın çölündə. Hər yer yanır, ot tutub xeymələr. Gördü xanım Rüqəyyə yoxdur, bilmir Allah atların ayağı altında qaldı. Allah xeymədə yandı Rüqəyyə, hara getdi Rüqəyyə. Hüseyn də həmişə deyərdi, Zeynəb Rüqəyyədən muğayyat ol Zeynəb. Axtarırdı Rüqəyyəni, gəldi gördü, yapışıb bir cansız bədənlə ağlayır. Atacan, atacan. İstədilər ayırsınlar xanım Rüqəyyəni, ayıra bilmədilər İmam Hüseyn ağadan. Dedilər ki, Səkinəni gətirin. Küçük bacısı o bilər, onun dilini daha yaxşı bilir. O ayırsın babasını. Gəldi dedi, bacı, nə olar dur gedək qurban olum, daha bu olub. Xanım Rüqəyyə, iki körpə, onun nə yaşı var ki? Xanım Rüqəyyə ilə verdilər qol-qola, gəlirlər xeyməyə, deyir, xanım Səkinə soruşdu ki, bacı, sən necə tanıdın babamızı, onun başı bədənində deyil. Deyir, gəzirdim o cənazələrin içində, bir də gördüm bir tərəfdən səs gəlir. Kızım Rüqəyyacan, buradayam, gəl kız. Müsibət bu deyil ha, müsibət elə Şamdadır, özünüzü Şama saxlayın. Getdilər, əsirləri götürdülər Şama, Allah lənət eləsin bunlara. Min bir zülümlə, min bir dərdlə götürdülər, apardılar. Gördülər xanım Rüqəyyə susmur.
Hamı susdu, xanım Rüqəyyə susdu. Məlun Yezid yuxudan ayıldı. Dedi, kimdi bu? Dediler, Hüseyin'in kızı Rüqəyyədir. Dedi, götürün onun babasının başını aparın. Aparın o sakit olsun, benim yuxumu haram eləyib. Gətirdilər başı İmam xanım Rüqəyyənin yanına. Ərəb dilində 2 dənə kəlmə var. Bir var vəzəə, bir də var tərəhə. Siz filmdə görmüsünüz xanım Rüqəyyənin qarşısına necə gətirirlər Hüseynin məzlum başını. Orada filmdə yaxşı göstərirlər, yəni rahat şəkildə gətirib təqdim eləyirlər. Amma elə olmayıb, ha? Vəzəə deyəndə, yəni qoyun onun qarşısına. Məlun Yezid belə eləmədi. Məlun Yezid əmr elədi ki, götürün bu başı, irfəu rəsə əbiha və ətrəhu iləyha. Atın ona tərəf onun başını. Atın babasının başının üzərinə qalsın. Xanım Rüqəyyə ki qışqırırdı, bütün saray qaldırmışdı ayağa. Başı atdılar qucağına. Öz-özünə sual verdi, bu kimin başıdır, bu hardan gəldi? Aldı qucağına o İmam Hüseyin ağanın yaralı başını, o təndirdə yanan başını. Dedi, atacan sənsən? Əlim vurdu yanağına, gördü torpaq dolub gözlərinə. Atacan kim səni bu hala saldı, ata? Əlim vurdu dodağına, gördü para oldu. Əlim vurdu boynuna, boğazına, gördü ki boğazından damarları sallanır. İmam Hüseyin ağa, Əli Əkbər ağa şəhid olanda gəldi yanına, üzün qoydu üzünə. Xanım Rüqəyyə bunları görmüşdü. Yanağın qoydu atasının yanağına, dedi, atacan, ata. Rüqəyyən əldən gedir, ata qurban olum səni kim bu hala saldı? Xanım Zeynəb Kərbəlada hamının harayına çatırdı. Hamına gəlirdi başına, amma Rüqəyyədə çata bilmədi. Gəldi, gördü Rüqəyyə bir yana yıxılıb. İmam Hüseynin yaralı başı da bir yana düşüb.